Sənə bir dərman verirlər, içirsən, ağrın dayanır. Sonra öyrənirsən ki, həmin dərmanın ağrı-kəsici təsiri olmayıb. Bəs ağrı necə keçdi? Səni aldadıblar? Yox, əslində beynin bədəninə təsir edib. Alimlər buna plasebo effekti deyirlər. İnsan bir şeyə inandıqda beyin də o yöndə maddələr ifraz etməyə başlayır. Yəni bəzən bizə kömək edən dərman yox, ona olan inamımızdır. Bunun əksi də mümkündür. Məsələn, sənə bir dərman verirlər, deyirlər ki, bunu iç, amma başın gicəllənəcək, ürək bulantısı verəcək və sən içən kimi başlayırsan bu hissləri yaşamağa. Amma sonradan anlayırsan ki, bu dərmanın heç də elə bir yan təsiri yox imiş. Yəni sən əslində özünə inandırdığın üçün bütün bu simptomları hiss eləməyə başladın. Buna isə nosebo effekti deyirlər. Təşviş pozuntusu, panik atak kimi problemlərdə əsasən həmin şəxsin çəkdiyi əziyyətin səbəbi məhz nosebo effektidir. Məsələn, fikirləşir ki, mənə nəsə olacaq, uşağıma nəsə olacaq, pis bir hadisə baş verəcək. Bunları düşünərək özündə gərgin hallar yaratmağa başlayır. Ürək daha tez-tez döyünməyə başlayır, insan tərləyə bilər. Yaxud metroya girir, elə düşünür ki, orada hava yoxdur, onun halı dəyişməyə başlayır, ürək döyüntüsü bərkiyir, dərindən nəfəs almaq istəyir, nəfəs gəlmir, əsnəməyə başlayır. Beynimiz bədənimizə bu qədər təsir edirsə, sən beyninə hər gün qorxu verirsən, həyəcan verirsən, yoxsa ümid?